Bugün Airsoft klubda ümumi oyunda neçə kill ala bilərik onu yoxlayacağıq. Məkana gələn kimi başlayırıq qoruyucu vasitələri geyinməyə. Mən özümlə geyim gətirmişdim. Bu səbəblə əlavə forma götürmədim. Burada avtomat, qoruyucu vasitələr, 400 mərmi, limitsiz çay və şirniyyat cəmi 25 AZN verilir. Avtomatların əksər hissəsi ikonik avtomatlardır. Sadəcə mən əvvəl bu sadə paketlə oynadığım üçün bu dəfə premium paket götürdüm. Premium paketdə əlavə forma və avtomat, üzərində əlavə nişancı və tracer güllələr verilir. Mən elə Airsoft klubdan aldığım şəxsi tapançanı da götürdüm. Siz də istəsəniz əlavə ödənişlə tapança götürə bilərsiniz. Burada həmçinin klub üzvlərinə Airsoft ləvazimat və avadanlıqları da satılır. Bu oyunda ən vacib əsas qaydalara uyğun aparılmasıdır. Biz də bu səbəblə oyundan əvvəl təlimata qulaq asırıq. Əlinizi qaldırıb hit və yaxud öldüm deyə bilərsiniz. Daha sonra püşkatma ilə komandaları təyin edirik. Seçilən komanda ilə strategiyamızı qurduqdan sonra oyuna başlayırıq. Bir sözlə, həyatınızda olan bütün əyləncələri unudun. Çünki buradakı adrenalin, həyəcan və həzzi başqa heç yerdə ala bilməyəcəksiniz. Bazar günləri ümumi oyun olduğu üçün klub üzvləri və yeni oyunçular bir arada olur. Bu səbəblə oyun çox maraqlı keçir. Bundan əlavə 4-cü gündə binadaxılı oyunlar keçirilir. Oyundan sonra fasilədə gəlib çayımızı içirik və qısa vaxtda yenə növbəti oyuna başlayırıq. Oyun o qədər maraqlı keçirdi ki, tələsməsəm 1-3 saatda belə oynayacaqdım. Vaxt tamam olduqda silahımızı təhvil verib sağollaşırıq. Əgər siz də qoşulmaq istəyirsinizsə, Airsoft Klub az səhifəsi və qeyd elədiyim əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkürlər.